DTX-nın polkovnikindən, məni sevən adamdır. Bandadelin polkovniki danışırlar, söhbət edirlər. Söhbət eləmək əsnasında DTX-nın polkovnikini söz alır da bundan. Bilir ki, Bandadeldən mən düşmənəm. Deyir ki, aya, bəs bu Qabil deyir, prezident sizə gəlmək, o da deyir, inan Qabil, Əli Kərimlər, dedi, Əli Kərim də gəlsə ölkənin vuran gücü Qabil olacaq. Nə danışsan, Əli Kərimli də olsa, bu ölkənin vuran gücü Qabil olacaq, belləyir. Deyir, nə fikirləşirsən? Deyir, nə fikirləşirsən? Bandadelin polkovniki deyir, nə fikirləşirsən? Sadəcə bilsəm ki, Qabil Azərbaycana gəlir, prezidentmi, ya önəmli bir Qabilin istədiyi adam prezident gəldisə, Əli Kərimli, belə bir moment olsa, deyir, dərhal deyir, həkim tapmışam, daşyaqlarımı çıxardacağım. Deyir, böyle niyə çıxardırsan? Deyir, ki, bəs o adam narkozsuz, iynəsiz daşyaqlarımızı çıxartmaqdansa, elə gedib bəri başdan daşyaqlarımızı çıxarsaq daha yaxşı olar.